Salam dostlar. Ben yine bağçadayım. Bağçamdaki qızıl güllərimi çox gözəl açıb istədim çəkib sizinlə paylaşım. Baxın görün necə gözəl açıb, maşallah olsun. Baxın bir budaqda nə qədərinə tumurcuq və açmış halı. Baxın. Görün nə gözəldir. Maşallah, maşallah, maşallah deyəlim dostlar. Burada belə bağlamışam. Çox irəli gəlmişdi. Güllərdən özünü saxlaya bilmir. Çox irəli idi. Keçib gedəndə ilişirdi adam tikanına. Belə gözəl hamısı. Burada da kalalarımdır. Burada bir dənə sürpriz mənə kala. Görürsünüz dostlar. Bu çiçək açacaq deyəsən. Hə, çiçəkdir 100%. Çox sevindim bunu görüb. Dünən gördüm, çox sevindim. Maşallah. Birinci ili də amma məni gördü, çox baxıram. Gözəl çiçəyim, sevəliyirdim hər gün. Məni çiçəksiz qoymadı. Dedi, yox. Mən anneme çiçək verməliyim. Amma bunda bir şey yoxdur. 2 dənə almışdım bu il. İnşallah o da gələn açar. Belə böyük, maşallah. Heyvan köbrəsi dökmüşəm. Dibinə çox qəşəng boyatıblar. Bu nədir burada? Belə bu da yer alması yumrularıdır dostlar. Deyirdilər bunlar artır oradan da. Hələ nə qədərini çıxardıb o biri tərəfə əkmişəm. Dəhşət çoxalır. Buraları tutub, yəni başqa demək olar kalaların üzərinə gəlib belə. Baxın dostlar, bizə baxın, görün günün gövdəsinə yapışıb. Burada da nəyim var? Burada da yeni əkdiyim sizə videosunu paylaşmışdım. Bunların otun yoğuram yenə çıxır. Oturun yoğuram yenə çıxır. Burada da toxumdan bax əkmişəm bunları. Toxumdan əkdiklərim də orada da var. Bunlar da bu il budaqdan əkdiklərimdir. Budayıb budaqdan əkmişdim. Baxın maşallah. Görürsünüz güllər açıblar. Bu da indi açacaq inşallah. Bu da tumurcuqlayar. Bunların hamısını budaqdan əkmişəm. Bu da budaqdan əkdiklərimdir. Bu da mənim ceyran göz sarıyam. Yarpağına bunun varılıb almışam. Görürsünüz yarpağı necə gözəldir. Baxın belə. Bu da üstündə yenidən qönçələyib. Alanda üstü doluydu tumurcuqla. Bunları budadım, yenidən belə əkdim ki, qoy hər tərəfinə olsun. Çox sallanmasın, hər tərəfində olsun. Dostlar, belə üstündə sarı yarpağı olanda qırın atın. Belə. Qırın atın yarpağı. Bu da mənim çəkim kölgüyə. Bu da xrizantema. Xrizantema deyirəm, üzürlü sayın. Qartenziyamdır. Baxın, qartenziyam bu rəngi açdı. Çox gözəldir. Short videolarını da paylaşmışam. Hələ də tumurcuqları var. Yavaş-yavaş onlar da açırlar. Bu da bir başqa sardunyamdır. Bunu da yağış üstünə çox yağıb, biraz yarpağı saralıb. Bunu da budaqdan əkmişəm. Görürsünüz. Budaqdan əkmişəm bunu da. Bu da ətirşaxlımdır. Ətirşax gülümdür. Burada da dostlar bu yılbaşı çiçəyidir, yoxsa sizə demişdim, heç kim mənə cavab vermədi. Yəqin videomu axır açan baxmayıblar. Baxın, qoymuşam, açmırdı. Üstündə tumurcuğu qalmışdı. Qoymuşam bura ağacın altına. Bayra çıxartdım, günəş gördü. Burada ağacın yarı kölgəli yerdə altında ucu başlayıb tumurcuqları yavaş-yavaş ucu açacaq inşallah. Bu da pul gülümdür. Pul gülümdür maşallah. Dibçəyini dəyişdim. Yaxşılaşdı. Bu da koleus, mərgülüm. Bunun budaqlarının çoxun külək qırıb. Gərək bunları qıram, yenidən əkəm. Elə deyirəm, əkərəm qalıb. Burada da baldilərimdir. Bu yenidən çiçək açılır. İkinci dəfə çiçəkləyəcək. Maşallah. Üstünə günəş düşmür deyən.
Rəngi əvvəl qəşəng qırmızı idi. Üstünə o qədər yaxın yığmışam ki, gülləri yerləşmir deyən. Bu da belə bir gülümdür. Adım bilmirəm bunun dəyə. Kim bilirsə yazsın. Bunlar nəysə buradakılar yaxşı eləmir. Çıxmış. Burada da yenə sardunyamdır. Burada da dostlar baxın. Qalanxoyələrimdir. Bax bunları mən sizə paylaşmışdım birinci dəfə çiçəkləyəndə. Çiçəkləri quruyandan sonra bunları kəsdim. Bax ikinci dəfə maşallah yenidən çiçəkləyiblər. Görürsüz? Çiçəklərin buduyursunuz, sonra yenidən çiçək verirlər. Amma yar kölgəli yerdə, həyətdə ağacınız varsa ağacın altına yar kölgəli yerdə saxlayın. Görürsüz? Necə olub? Hamısı tumurcuqda, çiçəkdə. Burada da yenə qartenziyamın bir başqası rəngidir. Baxın, necə qəşəkdir. Hamısı bir-birinin yanındadır. Çox basırıqdır güllərim. Yer dərdindən. Bunlar da nanələrdir. Belə dostlar, bugünkü videomda bura qədər olsun. Baxın, burada da bir qızıl gülümdür. Görürsünüz necə gözəldir. Bu da baxın bir budaqdır. Görürsünüz. Bir budaqda görün. Maşallah. Bugünkü videomda bura qədər olsun dostlar. Beğen atıp, yorum yazıp abone olsanız çok sevinərəm. Sağ olun, sağlıkla kalın. Yeni videolarımda görüşərik inşallah.